Səhnədə illərin təcrübəsi, evdə isə ata sevgisi. Əməkdar artist Yusif Mustafayev üçün həyat yalnız musiqidən ibarət olmuyor. O, sənəti ilə yanaşı ailəsinə, övladlarına bağlı bir ata kimi də hər zaman diqqət çəkir. Dolanı başına ey gözəl pəri, ala bilə bilmədim kimin yarısan, mən bilə bilmədim kimin yarısan. Bugün isə onun yolunu oğlu Tərlan Mustafayev davam etdirir. Atasının illərlə qazandığı tamaşaçı sevgisi, toy məclislərində yaratdığı abu-hava, xalqın yaddaşına çevrilən mahnılar. Bütün bunlar Tərlanın uşaqlıq xatirələrinin bir parçası olur. Gəlmişəm görüşünə, qəlbimiz bir döyülsün, baxım süzgün gözünə, gözlərim yenə gülsün. Yusif Mustafayev illərdir özünə məxsus səsi və səmimiyyəti ilə seçilib. Tərlan isə atasının kölgəsində qalmaq yox, onun adını layiqincə davam etdirmək istəyən bir gənc kimi diqqət çəkir. Ata-oğul münasibətlərində ən maraqlı məqam isə budur. Biri illərin sənətkarıdır, digəri isə həmin sənətin yeni nəfəsi. Bəzən bir ata oğluna miras olaraq var dövlət yox, ad qoyur. Elə bir ad ki, onu qorumaq illərlə qurulan sənət yolunu davam etdirmək qədər məsuliyyət tələb edir. Mən az çox dərinsən, sirrini sən bilirsən, niyə belə şirinsən, gözəl dünya.